Bugün mən diaspora haqqında danışmaq istərdim. Yəni bu mövzu aktualdır. 20-ci əsrdə də aktual olmuşdu və 21-ci əsrdə də və son hadisələrdən sonra da dünyada diaspora yəni öz aktuallığını hələ də itirməyib. Diaspora maraqlı bir fenomendir və mən qeyd etmək istərdim ki, yəni onun əsas tarixi faktlarını və ondan başqa da müxtəlif sosioloqlar və sosial alimlər tərəfindən onun tədqiqatını və onun əsas ideyalarını müxtəlif alimlər tərəfindən müqayisə etmək istərdim. Diaspora sözü Yunan mənşəli sözdür və əgər onun etimologiyasına baxsaq biz görəcəyik ki, bu söz yəni iki mənadan ibarətdir. Yəni bir sözün bir hissəsi yəni dia arasında deməkdir və sperin səpmək və yaymaq deməkdir. Və sual yaranır ki, ilk dəfə bu sözü kimlər istifadə eləyib? Deməli, ilk dəfə bu sözü yəhudi alimlər istifadə eləyiblər. Deməli, Qədim Əhdi kitabını Yunan dilinə tərcümə edəndə yəhudi alimlər bu sözü istifadə ediblər. Və sual yaranır ki, onlar kimləri yəni nəzərdə tutublar bu diaspora termini istifadə edəndə? Yəni söhbət burada gedir qədim İsrailin yəni kənarında yaşayan yəhudilərdən və məsələn Babil sürgündən sonra bilirsiniz ki, yəhudilər səpələyiblər dünyanın müxtəlif ölkələrinə və həmin o kitabda məhz xaricdə yaşayan yəhudiləri bu alimlər nəzərdə tutublar. Lakin 20-ci əsrdə bu termin daha da genişlənib, yəni bu anlayış daha da genişlənib və 20-ci əsrdə müasir dövrdə diaspora yalnız yəhudilərə yox və öz vətənindən kənarında yaşayan hər hansı bir etnik qrupa aiddir. Tədqiqatçılar və sosial alimlər çoxdur ki, hansılar ki, bu diasporanın araşdırmasında böyük və kolossal rol oynayıb və həmin o alimləri qeyd etmək istərdim. Məsələn, dünyaca məşhur olan bir alim William Safran, yəni demək olar ki, ilk diaspora alimlərdən biri olub. Ondan başqa Robin Cohen, James Clifford, Paul Gilroy, Stuart Hall, Roger Brubaker və digər alimlər və mən istərdim onların ideyalarını sizə təsvir edeyim və onların ideyalarını müqayisə edeyim. İlk olaraq istərdim William Safranın ideyalarını sizə göstərim. Biz bilirik ki, William Safran klassik diaspora məktəbinə aiddir və onun fikirlərinə görə diasporanın deməli 6 xüsusiyyətləri var. Bu 6 xüsusiyyətləri də qeyd etmək istərdim. Yəni William Safrana görə bu 6 xüsusiyyət vacibdir ki, hər bir diaspora yəni mövcud olsun. İlk növbədə o qeyd elədi ki, hər bir diaspora mərkəzdən hansısa bir periferiya, hansısa bir bölgəyə, hansısa bir ölkəyə səpələnməlidir. İkinci odur ki, kollektiv yaddaş mümkündür, olmalıdır. Çünki və kollektiv yaddaş və mif və xüsusi bir obraz, yəni tarixi vətəni haqqında bir obraz yaranmalıdır. Yəni bu kollektiv yaddaş yalnız birinci nəslə yox, yəni ikinci, üçüncü nəsillərə də aid ola bilər. Yəni kollektiv yaddaş olmasa, mif olmasa, yəni diaspora mümkün deyil. Üçüncü xüsusiyyət odur ki, diaspora öz ata-baba yurdunu, yəni öz tarixi, orijinal vətənini çox ideal təsvir edirlər. Yəni onlara görə onların tarixi vətəni onlar üçün ən gözəl və ən ideal bir məkandır. Dördüncü xüsusiyyət odur ki, hər bir diaspora düşünürlər ki, qəbul etdikləri cəmiyyət tamamilə onları qəbul eləmir. Yəni hər zaman onlar yad hissi, yəni onlarda olur. Yəni özlərini yad hiss edirlər. İngilislərin bir sözü var, homeland orientation. Yəni hər zaman düşünürlər ki, yəni final mərhələ odur ki, onlar öz tarixi vətəninə qayıtmalıdırlar. Yəni bu düşüncə ilə onlar yaşayırlar. Ondan başqa diasporanın nümayəndələri düşünürlər ki,
öz tarixi vətəninə köməklik göstərsinlər. Yəni həm iqtisadi, həm siyasi, yəni proqresi üçün, onu çiçəkləndirmək üçün, onu bərpa eləmək üçün, yəni hər bir addım etməlidirlər və sonda əlaqə də çox vacibdir. Yəni bu həm siyasi əlaqə ola bilər, siyasi tərəfdən, iqtisadi tərəfdən də yəni bu əlaqə olmalıdır. Və hal-hazırda istərdim biraz debatlardan danışım. Çünki William Safranın ideyaları tənqid olunmuşdu. Bir çox postmodern diaspora alimlər tərəfindən. Biz bir şey də qeyd etmək lazımdır ki, William Safran bu xüsusiyyətləri deyəndə daha çox yəhudiləri nəzərdə tuturdu. Yəni yəhudi diasporası onun bu ideyalarına, bunun təsvirinə çox böyük, yəni təsir etmişdi. Və ona görə onu tənqid edən alimlər də qeyd edirdilər ki, yəni bu təsvir sırf yəhudilərə aiddir. Amma o demək deyil ki, başqa diasporalarda bu yəni xüsusiyyətlər olmalıdır. Robin Cohen-lə də danışmaq istərdim. Robin Cohen 90-cı illərdə çox məşhurlaşıb və o Diaspora adında kitab da yazmışdı və onun əsas yəni mühüm rolu o olub ki, diasporaları o sinifləşdirib və o qruplaşdırma prosesini məhz o qeyd edib. Məsəl üçün o qeyd eləmişdi ki, diasporalar müxtəlif səbəblər əsasında, fərqli səbəblər, faktorlar əsasında formalaşa bilər. Məsələn, ən birinci qrup victim diaspora adlanır. Yəni bu qurban olan diaspora adlanır. O nə deməkdir? Yəni hansısa bir diaspora müharibəyə görə, vətəndaş müharibəsinə görə ya da etnik münaqişəyə görə və müxtəlif belə deyək də faciələrə görə ya da soyqırıma görə öz ölkəsindən köçüb başqa ölkələrə və orada yəni belə bir diaspora, belə bir diaspora formalaşıb, ona katastrofik diaspora da adlandırırlar. Məsələn, elə yəhudiləri də götürsək, Babil sürgündən sonra deməli qədim Qüdsün işğal olunandan sonra Roma imperiyasının tərəfindən yəhudilər digər ölkələrə köç ediblər. Ya da ikinci misal çəkə bilərəm. Deməli, transatlantik qul ticarəti, yəni Afrika diaspora məsələn, sırf bu transatlantik qul ticarətinə görə yəni formalaşıb. Bilirsiniz ki, bu qul ticarəti, yəni qullar yəni Amerikaya və Avropaya gətizdiriblər və orada bu sonradan artıq Afrika diasporası formalaşıb. Ya da ki, İrland diasporası da götürmək olar. İrlandlar məsəl üçün 1845-1849-cu illərdə sonra böyük aclıq fəlakətindən sonra İrlandlar daha çox Amerikaya köçüblər və İrlandiyanın əhalisi də ondan sonra azalmışdı. Yəni bu fəlakətdən sonra. İkinci qrup var, diaspora qrupu var. Məsələn, bu əmək, labor diaspora deyirlər ona, əmək diasporası var. Bu məsəl üçün hal-hazırda da çox belə deyək də, yəni ki, aktualdır. Öz ölkəni tərk edib xaricə gedib pul qazanmaq, yəni daha çox kommersiya, maliyyə və iqtisadi səbəblərə görə. Məsələn, Çin diaspora qeyd edə bilərik, Livan diasporasını qeyd edə bilərik. Buna oxşar ticarət diasporası da var. Yəni ticarət və əmək diasporaları onlar açığı oxşardır və paralellər orada yəni çoxdur. Yəni əsas məsələ ticarətlə məşğul olmaq, pul qazanmaq, iqtisadi səbəblərə görə öz ölkəni tərk edib xarici ölkələrə getmək. İmperial diaspora da var. O da maraqlı bir qrupdur. İmperial diaspora ya da kolonial diaspora o adlanır. Məsələn, Avropa ölkələrinin bir hissəsi, çoxsu, məsələn, Afrikada, Cənubi və ya da Şimali Amerikada öz koloniyaları onların var idi və həmin o kolonializm vaxtında öz insanlarını, öz vətəndaşlarını onlar göndərirdilər koloniyalara. Sırf orada xidmət eləsinlər və oranı idarə eləsinlər. Məsələn, biz kimləri qeyd edə bilərik? Cənubi Afrikada hal-hazırda da yaşayan ingilislər. Yəni Cənubi Afrika Britaniya imperiyasının bir koloniyası olanda çox sayda ingilislər ora köçüblər. Ruslar da deyə bilər. Məsəl üçün Rus çar vaxtında və Sovet vaxtında da məsələn mərkəz başqa respublikaları idarə etmək üçün də yəni rusları göndərib müxtəlif ölkələrə. Yəni məsələn hal-hazırda da biz görürük ki, yəni Sovet vaxtından sonra da yəni rusların sayı çoxdur. Məsələn, Baltik ölkələrdə də çoxdur, Ukraynada da çoxdur, Cənubi Qafqazda da var, deməli Mərkəzi Asiyada da var. Yəni bu daha çox imperial diaspora aiddir. Bu deməli əsas bu sinifləşdirmə mən bayaq da qeyd elədim. Bu yəni Robin Cohen-in əsas yəni rolu olub. Yəni onun əsas belə deyək də
ideyası məhz sinifləşdirmə prosesində əlaqələnir. İndi isə maraqlı bir məqam da var. Bu klassik diasporanın, yəni onun inkar eləyən bir digər bir məktəb də var. Postmodern, yəni daha müasir bir məktəb. Biz məsəl üçün burada James Cliffordu qeyd edə bilərik. O qeyd eləmişdi ki, nəyə görə, yəni Robin Cohen o tənqid eləmişdi. O qeyd eləmişdi ki, diaspora olmaq üçün yalnız öz tarixi vətəninə ya da orijinal vətəninə qayıtmaq şərt deyil. Məsələn, William Safran onu qeyd eləmişdi. William Safran qeyd eləmişdi ki, sonda yəni vətənə, öz orijinal vətənə qayıtmaq yəni şərtdir. James Clifford onu inkar eləmişdi. James Clifford qeyd eləmişdi ki, diaspora yalnız fiziki olaraq köməklik göstərmir. Yəni bu şərt deyil ki, yalnız fiziki bir köməklik olsun. Yəni məsələn iqtisadi ya da siyasi bir dəstək olmalıdır. Hal-hazırda müasir dövrdə bu məsəl üçün virtual şəkildə də ola bilər. Rəqəmsal diaspora, bu məsəl üçün bu da maraqlı bir ya da e-diaspora o da adlanır ya da onlayn diaspora adlanır. Məsələn, xaricdə yaşayarkən öz ölkəsinə yardım eləmək ya da öz tarixi ölkəvi, yəni onlayn şəkildə sosial şəbəkələrdə məsəl üçün onu təmsil eləmək və James Clifford da qeyd eləmişdi ki, bu vacibdir və ondan əlavə də məsəl üçün Robin Cohen demişdi ki, bir ümumi bir kimlik lazımdır və bir xüsusi bir kimlik və xüsusi bir vətən lazımdır ki, bu diaspora və vətən arasında bir əlaqə olsun. James Clifford qeyd eləmişdi ki, şərt deyil ki, kimlik, yəni yalnız bir xalqın içində bir kimlik olsun. Yəni burada məsəl üçün hibrid kimliyi də ola bilər. Yəni hansısa bir multi-etnik bir cəmiyyətdə hansısa bir xalq yaşayırsa, yəni o özünü eyni zamanda məsələn həm Amerikan kimi özünü yəni təsvir edə bilər, fransız kimi də, yəni eyni zamanda İspan kimi də. Yəni bu da çox vacib bir şeydir. Ona deyirlər deterritorializasiya. O nə deməkdir? O deməkdir ki, yalnız bir ərazi yəni şərt deyil. Yəni o hansısa bir diaspora bir neçə ölkədə yaşaya bilər, başqa millətlərlə qarışa da bilər və eyni zamanda da öz ölkəsinə də yəni xidmət edə bilər. Transnationalism adında bir termin də var ya da transmigration. Bu terminlər bir çox alimlər tərəfindən yəni istifadə olunmuşdur. Bu da yəni diasporaya yəni bağlıdır. Belə bir alimlər var, Steven Vertovik və Nina Glick-Schiller. Bu ilk dəfə yəni bu termini transmiqrantlar termini, transmigrants deməli bu terminologiyanı, bu termini ilk dəfə onlar istifadə etmişdilər. Onlar qeyd elədilər ki, xüsusi bir diaspora hər tərəfli şəbəkə yarada bilir. Məsəl üçün bu şəbəkələr həm iqtisadi şəbəkə ola bilər, həm siyasi, həm də ictimai şəbəkələr ola bilər. Onu məsəl üçün Steven Vertovik də qeyd eləmişdi. Məsələn, o 3 əsas ölçü haqqında danışmışdı. Yəni bu 3 əsas ölçü diasporanın yəni bir əsas elementləridir. Məsələn, siyasi ölçü. Siyasi ölçü nə deməkdir? Yəni bu lobbizm. Biz görürük ki, məsəl üçün Yahudi lobbizmi, yəni erməni lobbizmi də yəni tarix boyu yəni güclü olublar da. Yəni və deməli məsələn Amerika administrasiyasına ya da Fransa administrasiyasına hansısa bir yəni diasporanın bir siyasi bir təsiri var. Yəni təzyiq göstərə bilir. Yəni bu lobbizm adlanır. Bu yəni daha çox yəni siyasi ölçü kimi gedir. Bundan başqa isə iqtisadi ölçülər də var. İqtisadi ölçü pul köçürmə kimi gedir. Yəni investisiya, yatırım, xaricdə yaşayarkən hər hansısa bir xalq öz vətəninə yardım edir. Yəni pullar göndərilir və təbii ki, sosial ölçü də var. Sosial ölçü daha çox icmalar və qohumluq arasında olur. Diasporanın özündə də məsəl üçün müxtəlif icmalar var, hansılar ki, bir-birini dəstəkləyirlər, ya da qohumluq məsələsi var ki, harda ki, onlar bir-birini yəni dəstəkləməyə çalışırlar. Biz bayaq qeyd elədik ki, deməli diaspora necə yaranır? Yəni onların bir dövləti olur və dövlət tarixi vətəndən onlar yəni müxtəlif səbəblərə görə tarixi vətənini onlar tərk edib və xarici ölkələrə yəni köçürlər. Brian Axel adında bir alim var. O məsələn qeyd eləmişdi ki, şərt deyil ki,
yəni diasporanın vətəni olsun. O da maraqlı bir ideyadır. O qeyd edirdi ki, bəzən elə olur ki, diaspora özü üçün virtual şəkildə bir dövlət yaradır. O kimi misal çəkmişdi? Məsələn, siz də yəqin bilirsiniz, yəni Hindistan özü yəni multietnik bir ölkədir və orada müxtəlif dini və etnik icmalar yaşayır. Onlar yəni Pencab regionunda məsələn Sikhlər yaşayır. Yəni onların öz dini, onların öz mədəniyyəti var. Əvvəlcədən təbii ki, yəni onların diasporası müxtəlif ölkələrdə olub. Amma 1984-cü ildə Indira Gandhinin vaxtında deməli qızıl məbəd Hindistanda deməli zəbt olunub. Qızıl məbəd də bilirsiniz ki, Sikhlərin, yəni belə deyək də əsas dini mərkəzi sayılır. Və bu hadisə baş verəndən sonra Sikh diasporası dünyada birləşiblər və siyasi bir mobilizasiya baş verib. Yəni bu hadisə onlar üçün böyük bir fəlakət kimi qəbul olunub və ondan sonra onlarda siyasi ambisiyalar daha da çox artıb. Yəni bu hadisə onları sanki daha da ruhlandırıb ki, Hindistanda Xalistan adında bir dövlət yaratsınlar. Bu hadisə onu göstərir ki, məhz xaricdə yaşayan diaspora bu hadisədən sonra öz təzə dövlətini yaratmaq fikrindədirlər. Və təbii ki, diasporalar mən qeyd elədim ki, fərqli şəkildə yaranıb və müxtəlif faktorlar, müxtəlif səbəblərə görə və indi isə mən qeyd eləmək istərdim ki, indi əsas sual yaranır ki, bəs diaspora nə üçün lazımdır və diasporanın əsas funksiyaları nədir? Və ondan əlavə də mən istərdim müxtəlif кейslərdən də danışım. Yəni diaspora necə öz ölkələrinə kömək eləyib. Məsələn, biz başlaya bilərik müstəqillik məsələsindən və bir neçə кейs var ki, misal var ki, deməli diaspora müstəqillik müharibəsində böyük rol oynayıb. Məsələn İrlandları götürək. Deməli biz bilirik ki, o deməli böyük aclıqdan sonra böyük bir diaspora yaranıb Amerikada və 1919-1921-ci illərdə deməli İrlandiyada müharibə başlayıb, yəni Britaniya qarşı azadlıq üçün, öz yəni müstəqillik üçün bir mübarizə başlanıb və həmin illərdə İrland diaspora deməli İrland ordusuna böyük dəstək göstərib, həm silah, çünki çox böyük bir miqdarda silahlar göndərilib bu mübarizə üçün, həm pul dəstəyi olub və üstəlik İrland diasporası, yəni Amerikaya da böyük bir təzyiq göstərib ki, Amerikada, yəni Britaniya təzyiq göstərsin ki və İrlandiyaya köməklik göstərsinlər və İrlandiyaya bu müstəqillik versinlər. Yəni İrlandların diasporası, yəni həqiqətən o vaxtı çox vacib idi. Ondan əlavə Tamilləri deyə bilərik. Məsəl üçün Tamillər onlar həm Hindistanda, həm Şri Lankada yaşayırlar və Şri Lankada məsəl üçün Tamillər ən böyük etnik qruplardan biri sayılır və orada da o separatizm ideyaları çox yayılmışdı və 1983-cü ildən 2009-cu ilə qədər Tamil diasporası xaricdən, Kanadadan, Amerikadan Tamil ordusuna böyük bir köməklik göstərmişdi. Bundan başqa isə, yəni məsələn bu söhbət müharibədən gedir, söhbət müstəqillikdən gedir də. Amma iqtisadi diaspora, iqtisadi köməklik də ola bilər. Məsəl üçün Haiti adında bir dövlət var və yəni hal-hazırda Haiti yəni ən kasıb və ən çətin bir vəziyyətdə olan bir ölkə sayılır, deməli mərkəzi Amerikada. Və yəni həm iqtisadiyyatı dəhşət səviyyəsindədir, üstəlik deməli təbii fəlakətlər tez-tez orada baş verir. Məsələn 2010-cu ildə böyük bir zəlzələ baş vermişdi. Demək olar ki, ölkənin yarısı, yəni əhalisi, yəni orada əziyyət çəkib, üstəlik infrastruktur da, yəni orada evlər də dağılıb və həmin o illərdə deməli Haiti diasporası çox böyük iqtisadi köməklik göstərib və hətta demək olar ki, Haitinin dövlət büdcəsinin 30 və 40%
məhz bu köməklik əsasındadır. Yəni bu Haitidən pullar göndərilir, hal-hazırda da pullar göndərilir. Çünki Haitinin diasporası nəyə görə əlaqə hələ də var? Çünki qohumlar hələ də yaşayır, deməli ailə üzvləri hələ də yaşayır Haitidə və ona görə bu köməklik onlar üçün çox vacibdir. Yəni bu köməklik olmasa mümkün deyil. Eritreya kimi dövlət də var. Məsələn, Eritreya da deməli Şərqi Afrikada yerləşir, Efiopiyanın yanında. Eritreya da məsəl üçün elə də zəngin ölkə sayılmır və ona görə diasporanın məsəl üçün orada iqtisadi köməyi çox vacibdir. Və hətta sizə bir şey deyim ki, Eritreyada belə bir qanun var ki, diaspora tax. Yəni o deməkdir ki, hər bir Eritreya diasporası müxtəlif ölkələrdə yaşayarkən ildə bir dəfə, yəni öz orijinal vətəninə, yəni Eritreyaya, öz tarixi vətəninə köməklik göstərməlidir. Yəni belə deyək də, öz maaşın bir hissəsini mütləq şəkildə göndərməlidirlər Eritreyaya. Və bu gün də, yəni bu Eritreya üçün çox vacib bir belə deyək də elementdir. Yəni onların iqtisadiyyatı üçün. Deməli İsrail-Fələstin məsələsi də maraqlı bir кейsdir. Və biz bilirik ki, Yəhudi diasporası, yəni tarix boyu, yəni biz klassik diasporadan söhbət gedirsə, ilk növbədə biz Yəhudi diasporanı nəzərdə tuturuq və onların İsrailin 20-ci əsrdə İsrailin yaranmasında da Yəhudi diasporasının rolu çox böyük olub. Biz qeyd edə bilərik ki, məsələn, bu siyasi sionizm özü, yəni Theodor Herzl tərəfindən yaranıb. Theodor Herzl isə özü Yəhudi əsilli, yəni Macar bir jurnalist və yazıçı olub. Yəni o əslən Macarıstandan olub, amma özü yəni Yəhudi olub və məhz o bu ideyanı o reallaşdırıb ki, belə bir İsrail dövləti yaranmalıdır. Ya da David Ben-Gurionu götürək. Məsəl üçün İsrailin ilk baş naziri də o da məsəl üçün elə onların çoxsu belə götürsək, yəni onlar diasporadan gəliblər və öz dövləti yaradıblar. Amma o biri tərəfdən də deməli mayın 15-i başqa xalq üçün böyük bir fəlakət baş verib. Yəni bir tərəfdən İsrailin yaranması yəhudilər üçün böyük bir bayram olub. Çünki bu onların yəni böyük bir məqsədi olub və onlar yəni bunu reallaşdırıblar. Amma o biri tərəfdən də İsrailin yaranması digər bir xalq üçün, Fələstinlilər üçün faciə olub. Deməli Azərbaycan diasporasında da danışmaq istərdim sonda. Yəni Azərbaycan diasporası 20-ci əsrdə də götürsək, yəni elə də fəal deyildi. Yəni və belə bir anlayış var idi ki, yəni bizim diaspora xaricdə, yəni çox passivdir, yəni fəal deyillər. Amma belə bir deməli alim var, Martin Sokefeld. Martin Sokefeld qeyd eləyirdi ki, diasporanın yəni aktivləşdirmək üçün, hansı bir diasporanı fəallaşdırmaq üçün bir trigger lazımdır. Yəni hansı bir hadisə baş verməlidir ki, yəni bu diaspora oyansın və bu birlik olsun. Və məsələn Azərbaycanda bu 2-ci Qarabağ müharibəsindən sonra yəni baş verib. Məsələn o dövrdə 2020-ci ildə mən özüm Macarıstanda yaşayırdım, orada oxuyurdum və mən də orada yəni o birliyi gördüm və deməli müharibə başlayanda çox sayda azərbaycanlılar, məsəl üçün söhbət yəni mən Macarıstandan deyirəm, amma başqa ölkələrdə də yəni o birlik var idi. Məsələn Almaniyada, Macarıstanda da, Polşada da, Amerikada da çox sayda aksiyalar deməli belə deyək də təşkil olunmuşdu və küçələrdə məsəl üçün mitinqlər edirdilər, küçələrdə məsəl üçün azərbaycanlılar bir-bir xaricilərə yaxınlaşanda, yəni paketlər verirdilər və orada məsələn Qarabağ barəsində Azərbaycan haqqında, Azərbaycan tarixi haqqında bir məlumatlar verirdilər. Ondan əlavə də demək istərdim ki, məsəl üçün bayaq da onu qeyd etdim ki, rəqəmsal diaspora da var. Yəni rəqəmsal diaspora hal-hazırda yəni müasir dövrdə diasporanın ən belə müasir bir növüdür. Məsəl üçün müharibə vaxtı, yəni biz görürdük ki, hər bir azərbaycanlı, məsəl üçün çox sayda azərbaycanlı, yəni söhbət diasporadan gedir. Məsəl üçün çoxlu paylaşım edirdilər Qarabağ məsələsinə görə və orada da yəni onların dostları xaricilər də yəni onu görürdülər.